Kebaları aldım. Sonra temiz suyun altında yudum. Bak bu da biraz boşlardı. Onu ayrı yığdım. Sonra kaynayan suya bak bu da sudur. 2 dolu ovuc bura duz tökdüm. Sonra kebalar çox iridir. Ona görə 7 dəqiqə mən suda saxladım, amma balaca olanda 5 dəqiqə saxlamışdım. Sonra bax bu sudan çıxartdığımdır. Sonra bunu qoyacağım açıq balkona, eyvana. Orada 3 günə qurudu keçən dəfəki. Bax quruyub, bax bu keçən dəfə elədiyimdir. Bax 3 gün bundan qabaq bunları eləmişdim. Bu biraz balaca idi. Bunlar bax belə qurudular. Mədə baxsan dərmanıdır. Qəşəng kebalı salat eləmək olar. Elə boş-boş yeməyə yaxşıdır quru meyvələr. Valla şokoladdan, şirniyyatlardansa 1000 dəfə quru meyvələr yaxşıdır. Sonra ərik də qurutmuşam, gilas da qurudacağam. Hər il quruduram. Bax belə. Sonra da bəzi adamlar bunu bir çevirir. Valla mən 2 əlimlə tuturam. Bax belə silkələyirəm. Elə o yüz bu yüzə çönürlər. Hər dəqiqə gedin, gəlin vaxtınız varsa. Belə silkələyin o yüz bu yüz. Elə heç çevirməkdənsə o yaxşıdır məncə. Kim hazırlayacaqsa nuş olsun. Bax belə də bir kəfkir almışam Gəncədən. 1 manat 20 qəpik deyəsən. Bundan çıxardıram belə qəşəng. Bundan bax belə çıxardıram. Asan da olur mənə. Olmasa da başqa kəfkirlə də çıxartmaq olar.